Kimya qaydalarını öyrənə bilmirsən, amma əminəm ki, bu videodan sonra kimya sənin ən sevdiyin fəndən çevriləcək. Bu gün bu videoda kimya fənnini necə yaxşılaşdırmaq olar, kimyadan nəticələri necə artırmaq olar, kimyanı oxuduğumuz qaydaları necə yadımızda saxlamaq olar və düzgün öyrənilmə üsulları haqqında danışacağam və bunlar məndə çox böyük təsirə malik olan üsullar idi. Bu videoda sizlərlə paylaşacağam. Kanalıma xoş gəldin. İlk öncə kimya haqqında sərgüzəştlərimdən başlamaq istəyirəm. 9-cu sinifdə kimya hazırlığına getdim. Ancaq getməyimə baxmayaraq heç bir şey öyrənə bilmədim. Bu tam müəllimlik deyil, biraz da məndən qaynaqlanan bir faktor idi. Yəni mən istər-istəməz kimyanı daha az oxuyurdum, daha az üstünlük verirdim. Sadəcə şifahi 1-2 dəfə üstündən oxuyub keçirdim. Və məsələ üzvi kimyaya gəldikdə qorxulu yuxularıma çevrilmişdi. Halbuki 11-ci sinifdə üzvi kimya mənə görə ən asan və ən rahat kimya bölməsi ola bilər. Və 10-cu sinifdən etibarən kimyanı müxtəlif üsullarla öyrənməyə başladım. İlk istifadə etdiyim üsul konspekt çıxartmaq oldu. Müəllim bizə qayda kitabından verirdi və ya bir konspekt vərəqindən verirdi, özü yazdığı qaydaları verirdi. Mən onlardan vacib cümlələrin altını fosforlu karandaşla ya çəkirdim, ya da kiçik bir dəftərçə tutub ona köçürdürdüm. Beləliklə kimyanın mühüm yerləri mənim yadımda qalır və lazımi olduqda sınaqlarda, imtahanlara yaxın olanda o qaydaları təkrarlaya bilirdim. Kimya əzbəri sevən bir fənn deyil. Kimya dediyin əzbərlə deyil, mexaniki işlərlə və riyaziyyatla əlaqəli bir şeydir. Yəni bir mövzu digər mövzuya bağlı olduğuna görə əvvəlki mövzuları da yaddan çıxartmaq bir o qədər çətindir. Ona görə kimyaya əzbər gözü ilə deyil də mexaniki öyrənmə gözü ilə bax, bir-biri ilə mövzuları əlaqələndir və elə öyrən. Əminəm 1-ci qrupsansa bu üsul səndə yaxşı inkişaf edir, amma 4-cü qrupların çoxu da kimyayı sadəcə əzbər üsulu ilə öyrənirlər. Mən özüm də 4-cü qrupam və kimyanı mexaniki üsulla öyrənməyin əzbər üsulla öyrənməkdən daha faydalı olduğunu üzə çıxardım. Bunu sizə kimsə deməyib, bəlkə də deyib göz ardına vurmusunuz. Hər qaydadan yoxlama düzəlt. Yoxlama dediyimiz sınaq imtahanlarından ibarətdir. Məsələn, nümunə verim, yoxlama necə düzəldə bilərsən. Məsələn, bugün aldehid keton keçdiniz. Məsələn, kimya dərsindən aldehidlə keton bölməsinə başladıq. Belə bir vərəq alırsan, standart bir vərəq, A4 vərəqi alırsan və ya belə dəftərlərin vərəqlərindən alırsan və buraya başlayırsan tək-tək özün üçün qaydadan baxıb sual yazmağa. Məsələn, yazırsan ki, aldehidlər nəyə deyilir? Məsələn, orada yazılıb ki, tərkibində aldehid qrupu olan maddələr aldehid deyilir. Sən yazsan aldehidlər nəyə deyilir? Aşağıdan bir sətr boş buraxırsan, xana qoyursan yazmaq üçün. Məsələn, sonra yaza bilərsən ki, məsələn, aldehidlərin ümumi formulu nəyə bərabərdir? Bunu yazıb hesablaya bilərsən. Məsələn, C-nin, H2-nin O yaza bilərsən cavablara. Və bu kömək etdiyi faktorlardan biri də test imtahanlarının, yazılı imtahanlarını daha rahat şəkildə yazırsan. Yəni müəllim səni sanki müəyyən bir mövzudan imtahan edəcəkkən sən öncədən özünü imtahan etdiyinə görə o imtahana da hazırlıqlı gedirsən və nəticən də bir o qədər yüksək olur. Bu yoxlamaların üstünlük cəhəti nədən ibarətdir? Birincisi, çox vaxt tələb etmir. 15-20 dəqiqədə mexaniki şəkildə əllə hazırlamaq mümkün olur. İkincisi də əgər sadə karandaşla işlənərsə, 1-2 ay sonra onları pozub təzədən işləmək mümkün olur. Bu da faydalıdır. Yəni ikinci dəfə yoxlama çıxartmağına vaxt getmir. Tutaq ki, yoxlama düzəldirsənsə, tövsiyə edərdim ki, bundan sonra sadə qələmlə işləyəsən, faydasını da görəcəksən. Və oxumağa gələcək olsam, nə edə bilərsən? Məsələn, yoxlama çıxaran momentdə sən zaten dərsin bir qismini öyrənmiş olacaqsan. Və bu öyrəndiyin hissəni də bir dəfə üzündən oxusan, daha sonra yoxlamaya keçsən. Məsələn, yoxlamadan müəyyən şeyləri bilmədim. Məsələn, gümüş güzgü reaksiyası olsun. Mən nümunəyə aldehiddən verildim. Gümüş güzgü reaksiyası yadından çıxıb. Açdın konspektdə, məsələn, ruçkanı götürdün, gümüş güzgünün yanına bir dənə quş işarəsi qoydun ki, yoxlamanı bitirdikdən sonra mən gümüş güzgünü bir də özüm üçün təzədən işləyəcəm, təzədən bir də baxacam. Onu etdikdən sonra isə keçirsən, başlayırsan testləri növbə ilə işləməyə. Bu da çox faydalı bir üsuldur. Oturub koru-koranı əzbərləməkdənsə, nə bilim, CH2O plus argentium plus H2O, o yadda qalan bir şey deyil. Sanki mürəkkəb hərflərdir, hieroqliflərdir, düzüblər və sən də onları əzbərləyirsən. Bu çətin bir şey olur əlbəttə. Gün bölgüsü etməyini də istəyirəm. Məsələn, kimya hazırlığına kimi 2 gün vaxtım var. Qaydanı çox zaman dostlarımızın bəziləri belə eləyir. Əvvəl testi yazır, sonra qaydanı öyrənir və ya testlə qaydanı eyni günə salır. Nəticə və testin qabiliyyəti də bir o qədər aşağı olur. Ancaq mən bunu deyərdim.
Məsələn, əminəm ki, bir gün aralıqlı olaraq keçmirsən kimya fənninə. Aralıqlı olaraq bir gün keçmirsən. Məsələn, birinci gedirsən şey işləyirsən. Məsələn, 3-cü gün məndə kimya hazırlığıdır, ya 6-cı gün. 4-5-i mən nə edirəm? 4-cü gün kimyanın qaydası oxunur. Ha, bu bayaq dediyimiz kimi yoxlamanı düzəldib işləyirəm. Bax, bunu da şiddətlə tövsiyə edirəm. Əgər kimya öyrənə bilmirsənsə, yoxlama düzəldərək öyrənə biləcəyinə qarantiya verirəm. Əgər yoxlama düzəldə bilmirsənsə, daha doğrusu əgər qaydanı öyrənə bilmirsənsə, yoxlama düzəldə bilərsən. Bunu vurğuladıq. Məsələn, 4-cü gün yoxlamanı düzəltdin, işlədin. 5-ci gün səhər tezdən durduqda və ya axşam çağı test tapşırıqlarını işləyə bilərsən. Və beləliklə düzgün bölgü vasitəsilə daha çox iş görmüş olarsan. Həm qaydanı, həm də testi aradan çıxara bilərsən. Və bir başqa məsələyə də keçdik. Bunu bizim kimya müəllimimiz demişdi. Yəni özümdən kəşf etməmişəm, ancaq faydasını da gördüyüm bir üsul idi. Səhvlərini dairələ. Məsələn, test toplusundan aldehid bölməsini işləyib bitirdin və 10 dənə səhvin çıxdı. O 10 səhvi dairələ. Aylıq imtahanlar vaxtı, yoxlama zamanı və ya qəbul imtahana 2-3 ay qalmış, sadəcə test toplusundakı səhvlərini işləyərək də nəticəni qaldıra bilərsən. Əminəm bunu da edə bilərsən. Mən bunu ikinci hissədə deyil də birinci hissədə tətbiq etmişdim. Yay boyu oturub bütün 30-40 dənə hər bölmədən test işləyirdim və çox qısa bir müddətdə işlədiyimə görə də nəticələrim də biraz yüksək olurdu. Bu kimya fənni biraz biologiya kimi deyil. Biologiyanı öyrəndikdən sonra insanın yadından çıxma ehtimalı daha çox yüksəkdir. Ancaq kimyada vəziyyət elə deyil. Çünki kimya əzbər fənni deyil. Mexaniki olaraq başa düşəcəyin yerlərdir. Əlbəttə əzbər olan məqamları var, ona bir şey demirəm. Ancaq çoxunluq olaraq bir-biri ilə əlaqəli mövzulardır. Məsələn, bir insan əgər hibridləşməni bilmirsə, aldehiddən sual işləyə bilməz. Emeri bilmirsə, əlbəttə aldehiddən sualı işləyə bilməz. Reaksiya bilmirsə, əmsallaşdıra bilmirsə, əlbəttə həmin bölmədən sual işləyə bilməz. Vəbşi heç üzvi kimyaya girişə bilməz. Yəni dediyim kimi səhvlərinə də arada sırada düzdür. İndi imtahana hazırlaşırıq deyə vaxtımız çox azdır, amma arada sırada baxmaq mənim fikrimcə lazımdır. Öncəki videoda vurğulamışdım. Situasiya sualları da işlə. Demək ki, vaxtım yoxdur. Çünki situasiya sualı səndən özünü öldürsə 10 dəqiqədən artıq vaxt almayacaq. Test toplusunun arxasındakı situasiyaları işləyə bilərsən. Əlavə bir situasiya kitabı almağına da ehtiyac yoxdur. Bu vəsaitləri alaraq da daha çox işləyə bilərsən. Əminəm nəticəni də artıra bilərsən. Bəli, bu gün kimyadan qaydaları necə başa düşə bilərik, qaydaları oxuyuruq, ancaq başa düşmürük, bunları necə yadımızda saxlaya bilərik. O mövzu haqqında öz təcrübələrimi sizlərlə bölüşdüm. Mən necə edirəm onları paylaşdım. Əminəm içindən bəzi məlumatların sənə də faydası oldu. Bəlkə də bu videodan sonra gedib özünə kimyadan bir yoxlama düzəldəcəksən. Və ya bəzi məlumatlar sənə lazım olmaya bilər. Tamamilə şəxsi bir seçimə bağlı bir şeydir. Və bəli, bildiyiniz kimi də bu aralar biraz bir planım var. Canlı yayın açıb canlı yayında bir yerdə test tapşırıqları falan işləyəcək. Əlbəttə hər kəs müstəqil şəkildə işləyəcək. Bu bəzi videolar var, study with me deyə. Biz onun canlı yayın versiyasını eləyəcəyik. Əlbəttə Pomodoro texnikası ilə 25 dəqiqə dərs oxuyacağıq, 5 dəqiqədə sizlərlə söhbət edəcəm, bir-birimizin fikirlərini bölüşəcəyik və beləliklə 2 saatımızı, 1 saatımızı daha verimli keçirəcəyik. Buraxılışa qədər də əminəm ki, bu bizim nəticələrimizi artıracaq bir faktor olacaq. Tək oxumaqdansa bir yerdə oxuyarıq, daha maraqlıdır. Arxa planda gördüyünüz kimi rəngli olsun deyə kompüterə biraz şəkil falan qoydum. Dedim ki, video biraz sıxıcı olmasın. İzlədiyim üçün təşəkkür edirəm. Əminəm faydası toxundu. Sağ ol. Salamat qal.